Salam, növbəti sınağımız hidrosfer sınağı dim toplusundan 20'li testdən 5-ci sınaq. Birinci, Dunay və Reyn çayları üçün oxşar xüsusiyyətləri müəyyən edin. Mənsəbi daxili dənizdə yerləşir. Deməli, Reyn çayı şimal dənizə tökülür. Şimal dənizi kənar dənizdir, amma Dunay çayı qara dənizə tökülür. Qara dəniz daxili dənizdir. Bunlar hər ikisi üçün oxşar cəhət deyil. Bir, yanlışdır. İkinciyə baxırıq. Atlantik Okeanı su toplayıcı hövzəsində yerləşir. Bəli, hər ikisi həm şimal dənizi, həm qara dəniz Atlantik Okeanı dənizləridir. Ona görə Atlantik Okeanı su toplayıcı hövzəsində yerləşir ifadəsi doğrudur. 2 doğru. Mənsəbi qara dənizdir. Dedik ki, Dunayın mənsəbi qaradır, Reynin isə şimal dənizidir. 3 yanlışdır. Mənsəbi mülayim dəniz iqlim tipində yerləşir. Mülayim dəniz Reyn çayının mənsəbi mülayim dənizdə yerləşir, amma Dunay çayının mənsəbi mülayim kontinentalda yerləşir. Bir neçə ölkənin ərazisindən axır, bu doğrudur. Deməli 2 doğru, 5 doğru. Almaniya ərazisindən axır, Almaniya ərazisindən də hər ikisi axır. 2, 5, 6 doğrudur. İndi həm Dunay çayına, həm də deməli, həm də burada bir dəqiqə. Həm də biz Reyn çayına baxaq. Deməli, Dunay çayı qara dənizə tökülür. Reyn çayı isə şimal dənizinə tökülür. Bunların mənsəbləri, deməli, Dunayın mənsəbi mülayim kontinental, amma Reynin mənsəbi mülayim dəniz iqlimində yerləşir. Növbəti sualımız ikinci. Cədvələ əsasən göllərə aid olan əlamətləri müəyyən edin. Qarda gölü. Qarda gölü İtaliyanın ərazisində yerləşir. Deyir ki, aid olduğu ölkə subtropik iqlim qurşağında yerləşir. Bəli, İtaliya subtropikin Aralıq dənizi iqlim tipindədir. Bir doğru. Balxaş gölü İli çayının mənbəyidir. Balxaş gölü İli çayının mənsəbidir, mənbəyi deyil. 2 yanlış. 3. Viktoriya platformanın əyilmə sahəsində yerləşir. Bəli, doğrudur. Tektonik əyilmədə yerləşir. Deməli 2. Deməli 1 və 3 doğru. Titikaka yerləşdiyi dağlar Kimmer qırışıqlığında yaranıb. Titikaka Ant dağlarında yerləşir. Ant dağları da elə Alp qırışıqlığıdır. Yəni ən cavan qırışıqlıq Kaynazo yerasındadır. 4 də yanlışdır. Böyük duzlu çaydərə mənşəli deyil, tektonik mənşəlidir. 5 yanlış. 6 Balaton 2 yarımkürədə yerləşir. Macarıstan ərazisindədir. Macarıstan da 2 yarımkürədə həm şimal və şərq yarımkürəsində yerləşir. 1, 3, 6 doğru cavabımızdır. Doğru cavabımız A bəndidir. İndi bunların hamısını xəritədə göstərmək lazımdır. Balxaş hardadır, Qarda hardadır, Viktoriya hardadır, Titikaka hardadır. Mütləq şəkildə xəritə ilə işləmək lazımdır. Balxaş gölü Qazaxıstan ərazisində yerləşir. Dedik, Balxaş gölünə hansı çay töküldü? İli çayı töküldü. Bu da Balxaş gölü Qazaxıstan ərazisində. Sonra Titikaka gölü Cənubi Amerikada. Baxın, burada Boliviya, Peru sərhəddində yerləşir. 2 ölkənin ərazisində yerləşir Titikaka gölü. Qarda gölü. Bax, burada İtaliyada yerləşir. Aralıq dənizi ətrafında olduğuna görə Aralıq dənizi iqlimində yerləşir. Və növbəti gölün adı yadımdan çıxdı. Düşünürəm ki, onu da şifahi şəkildə desək, yadımıza düşəcək. Deməli, Böyük Duzlu. Böyük Duzlu da Böyük hövzədə yerləşir. Şimali Amerikada Böyük hövzədə 40 dərəcəli enlikdə Kordilyerin mərkəzində. Və salam. İkinci sualın cavabı 1, 3, 6, cavab A bəndi. Üçüncü suala baxırıq. Uyğunluq gözlənilmişdir. Kolorado çayının mənsəbi Kaliforniya körfəzidir. Doğrudur. Sakit okeana məxsusdur. 1 doğru. Saluyun Cənubi Çin dənizinə yox, Andaman dənizinə. İravaldi Saluyun Andaman dənizinə tökülür. Bu da Sakit okeana məxsus deyil, Hind okeanına məxsusdur. 2 yanlışdır. Lena çayı Kara dənizinə yox, Laptevlər dənizinə tökülür. Karaya tökülən Ob və Yenisey çaylarıdır. Amma Lena çayı Şimal Buzlu okeana aid olmağına Şimal Buzlu okeana aiddir. Deməli, buradan hələ ki 1 doğrudur. Yukon çayı Bering dənizinə tökülür. Doğrudur. Sakit okeana məxsusdur. Doğrudur. 1, 4 doğru. Sena çayı Şimal dənizinə tökülür. Xeyr, yanlışdır. Sena çayı La-Manş boğazına tökülür. Atlantik okeana məxsusdur amma. İravadi çayı Andaman dənizinə tökülür. Doğrudur. Hind okeana məxsusdur. Bu da doğrudur. Doğru cavabımız 3-cü sualda 1, 4, 6. Cavab D bəndi. Bir bu çayları Colorado, Saluyn, Lena, Yukon, Sena, İravadi çaylarını bir göstərək. Deməli, Colorado çayı baxırıq buradadır. Dağ çayıdır. Kaliforniya körfəzinə tökülür. Meksikadadır mənsəbi. Sonra İravadi, Saluyn çayları
buradadır. Andaman dənizinə tökülür burada. Mənsəbi Myanmanın ərazisində Andaman dənizinə tökülür. Sonra Lena çayı var burada. Lena çayı Laptevlər dənizinə tökülür və Şimal Buzlu okeanına məxsusdur. Mütləq şəkildə testi işləyəndə xəritədə bir-bir yerlərinə baxmaq lazımdır. Mütləq şəkildə bir-bir yerlərinə baxmaq lazımdır. Əgər xəritədə baxmırıqsa, bu bizim üçün lazımsızdır. Deməli, 3-cü sualımızın cavabı oldu D variantı. 4-ə baxaq. Çayları 2 okeanın su toplayıcı hövzəsində yerləşən yarımadalar. Yəni, sahillərini qısacası 2 okean suyu yuyan yarımadalar. Arnhem-Land yarımadası xeyr, yalnız Hind okeanı yuyur. Jutlandiya yalnız Atlantik okean yuyur. Malakka yarımadası, bəli, həm Hind okeanı, həm də Atlantik okean. Həm Hind okeanı, həm də Sakit okean yuyur. A variantı yanlış. B variantında Skandinaviya, Şimal Buzlu və Atlantik okeanı yuyur. Kiçik Asiya yarımadası, Türkiyənin yarımadasıdır. Türkiyənin yarımadasının sahillərini belə deyək də, ümumiyyətlə çayları 2 su toplayıcı hövzəyə aiddir. Məsəl üçün Dəclə Fərat çayı gəlir, tökülür İran körfəzinə, bu Hind okeanına məxsusdur. Amma digər çayları Qızılırmaq, Yaşılırmaq, Seyhan, Ceyhan bu Atlantik okeana məxsusdur. Deməli, Kiçik Asiya yarımadasının çayları, yəni Türkiyədən axan çaylar 2 okean hövzəsinə aiddir. Həm Hind okeanı, həm də Atlantik okeana. Cape York yarımadası Avstraliyanın şimalında yerləşir. Sahilini həm Hind okeanı, həm də Sakit okean yuyur. Bir də açırıq, baxırıq. Cape York yarımadasına baxırıq. Baxın, bu Cape York yarımadasıdır. Sahilini həm Sakit okean, həm də Hind okeanı yuyur. Daha sonra Skandinaviya yarımadası həm Şimal Buzlu, həm də Atlantik okeanı yuyur. Bu isə Kiçik Asiya yarımadası, Türkiyənin ərazisi. Dəclə Fərat tökülür İran körfəzinə, o da Hind okeanına məxsusdur. Yerdə qalan çayları isə, yəni Seyhan, Ceyhan, Qızılırmaq, Yaşılırmaq isə Atlantik okeana məxsusdur. Deməli, bunlar doğru cavabımız idi. Digərini oxumuşdum. Tutaq ki, Malakka yarımadası. Malakka yarımadası da əslində doğrudur. Malakka yarımadasının da sahilini, bax burada 2 okean suyu yuyur. Hindçin yarımadasının da sahilini həmçinin 2 okean suyu yuyur. Amma Arnhem-Landin sahilini 1 okean suyu yuyur. Bu yanlış idi orada. Növbəti sualımız 5-ci sual. Eyler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Volqa çayı ilə Dunay çayı. Hər ikisi Avropadan axan çaylardır. Volqa çayı Şərqi Avropadan, Dunay Qərbi Avropadan axır. Yerləşdiyi qitənin ən uzun çayıdır. Bu Volqa çayıdır. Volqa çayı yerləşdiyi qitənin, yəni Avropa qitəsinin ən uzun çayıdır. Daha sonra mənsəbinin yerləşdiyi su hövzəsi qədim Tetis okeanının qalığıdır. Bu Dunay çayıdır. Çünki elə ikisinə də uyğundur. Çünki Dunayda, Xəzərdə, yəni Qara dənizdə, Xəzər dənizi də Tetis okeanının qalığıdır. Ümumiyyətlə bu daxili dənizlər ki var, Qara dəniz, Xəzər dənizi, Azov dənizi, Egey dənizi, Mərmərə dənizi, Aralıq dənizi, Tirren, Liguriya, Adriatik, İoni, bunların hamısı Tetis okeanının qalığı olubdur. Ona görə hər ikisinə aiddir. Okeandan gələn gəmiləri yalnız kanallar vasitəsilə qəbul edir. Bu gedəcək Xəzər dənizinə, çünki Xəzər dənizinə ancaq kanallar vasitəsilə okeana çıxa bilirsən. Volqa-Don kanalı, Volqa-Baltik kanalı və s. və ilaxır. Su toplayıcı hövzəsində cavan dağlar mövcuddur. Bu Dunay çayına gedəcək, Qara dəniz hövzəsində, yəni ümumiyyətlə bu Dunay çayının hövzəsində cavan dağlar mövcuddur ki, hansı ki Karpat dağı, Alp dağı, bunlar cavan dağlardır. Ona görə 4 gedir Dunaya. Uzunluğu Yansızı çayının uzunluğundan qısadır. Hər ikisinə gedəcək, hər ikisi Yansızıdan qısadır. Düşmə kəmiyyəti 500 metrdən çoxdur. Bu isə Dunay çayına gedəcək. Deməli, cavab oldu 1, 3, 4, 6, 2, 5. 1, 3, 4, 6, 2, 5 cavab Y bəndi. 5-ci sualın cavabı Y bəndi. Növbəti. Çay şəbəkəsinin orta sıxlığı 0,8 km/km², hövzəsinin sahəsi 2200 km². Həmin hövzədə olan çayların ümumi uzunluğunu müəyyən edin. Dedik, sıxlıq bərabərdir. Uzunluq bölünsün sahə. Ümumiyyətlə, çayın bütün uzunluqları cəmi bölünsün sahə. Bir də yazırıq düsturu. Sıxlıq bərabərdir. L üstə gələk L1, üstə gələk L2, üstə gələk Ln
bölünsün nə? F-ə. F də stoplayıcı hövzədir, yəni sahədir. İndi sıxlıq 0.8-dir. Hövzənin sahəsi 2200-dür. Uzunluğu istəyir bizdən. Buradan da uzunluq nəyə bərabərdir? Uzunluq bərabərdir. L, üstəgələ L1, L2, yəni bütün çayların uzunluqları cəmi bərabərdir. 2200 vurulsun 0.8. Bu da eləyəcək 1760. Cavab olur A bəndi. 7-ci suala baxaq. Doğru ifadələri müəyyən edin. Şimali Amerika materikinin çayları 3 okeanın stoplayıcı hövzəsində yerləşir. Bəli, Şimali Amerika ümumiyyətlə şimaldan şimal buzlu okean, qərbdən sakit okean, şərqdən Atlantik okeandan əhatələnib. Çayları da 3 okean stoplayıcı hövzəsinə aiddir. Bir doğrudur. Çayın su sərfi ilə səviyyəsi arasında tərs mütənasibdir. Xeyr, əlaqə düz mütənasibdir. Niyə görə? Su sərfi artanda suyun səviyyəsi də. Suyun səviyyəsi artanda su sərfi də artır da. Buna görə düz mütənasibdir. Tərs yox. 2 yanlış. Temza çayının səviyyəsi il boyu kəskin dəyişmir. Temza mülayim dəniz iqlimində yerləşir. Mülayim dənizdə də, ekvatorialda da il boyu çayın səviyyəsi kəskin dəyişməz. Çünki il boyu yağıntı yağır. 1, 3 doğrudur. Livingston şəlalələrinin yerləşdiyi çayın stoplayıcı hövzəsi 3 yarımkürədə yerləşir. Livingston Kongo çayının üzərindədir. Livingston şəlaləsi, Stanley şəlaləsi. Bunlar Kongo çayının üzərindədir. Kongo çayında ekvator kəsdiyinə görə hətta ekvator 2 dəfə kəsir. Kongo çayının hövzəsi 3 yarımkürədə yerləşir. Ona görə 1, 3, 4 doğru cavabımızdır. Doğru cavabımız C variantıdır. 5-ci sualda deyir, Mekong, Huanghe və Colorado çayları musson rejimlidir. Colorado çayı musson rejimli deyil, amma Mekongla Huanghe musson rejimlidir. Lena və Pechora çaylarının mənsəblərində gecə-gündüzün növbələşməsi pozulmur deyir. Lena və Pechora şimal buzlu okeana tökülür. Lena çayı Laptevlər dənizinə, Pechora da Barents dənizinə tökülür və bu ərazidə gecə-gündüzün növbələşməsi pozulur. Çünki 66.5 kəsib keçir bunların mənsəbi. Yanlışdır ona görə. 7-ci sualın cavabı oldu 1, 3, 4. Cavab C bəndi. 8-ci suala baxaq. Doğru ifadələri müəyyən edin. Azərbaycan ərazisində çaylar əsas relyef vahidlərinə uyğun olaraq 3 qrupa bölünür. Doğrudur. Əsas relyef vahidlərinə uyğun olaraq dağ çayları var, düzənlik çayları var, bir də dağətəyi çayları var. Dağ çaylarına məsəl üçün Böyük Qafqazın şimal-şərq yamacının çaylarını misal göstərə bilərik. Dağlıq ərazidən axan bütün çayları misal göstərə bilərik. Amma düzənlik çaylarına Kür çayını, Araz çayını misal göstərə bilərik. Bir də dağətəyi çaylar var ki, bunlar Abşeron Qobustan çaylarıdır. Tutaq ki, dağın orta hissəsindən başlayan çaylardır. Tutaq ki, orta dağlıqdan başlayan çaylardır. Bunlar dağətəyi çaylar adlanır. Bunlar da Abşeron Qobustan çaylarını misal göstərə bilərik. Yəni, relyef vahidinə uyğun olaraq 3 qrupa bölünür. Bu doğrudur. 8-də 1 doğru. 2. Palçıqlı sellər arid denudasiyon relyefə malik ərazilərdə müşahidə olunur. Abşeron Qobustan ərazisində müşahidə olunur. Arid denudasiyon relyef Azərbaycanda Abşeron Qobustan, Acınohur, Ceyrançöl, bir də Naxçıvanda var. Abşeron Qobustanda da palçıqlı sellər olduğuna görə bu doğru cavab hesab olunur. 1-2 doğru. Böyük Qafqazın şimal-şərq yamacının çayları əsasən qar və buzlaq suları ilə qidalanır. Bu da doğrudur. 1-2-3 doğru cavabımızdır. Doğru cavab D variantıdır. Yerdə qalanlar yanlışdır. Məsəl üçün deyir, Kiçik Qafqaz tektonik zonasından keçən çayların hamısı tranzit çaylardır. Xeyr, hamısı tranzit çaylar deyil. Tranzit odur ki, 2 və daha artıq ölkənin ərazisindən axsın. Sırf Azərbaycanın ərazisindən keçən çaylar çoxdur. Məsəl üçün Tərtər çayı sırf Azərbaycan ərazisindən keçir. Kiçik Qafqazdan axır. Həkəri çayda buna misal göstərə bilərik. Azərbaycandan başlayır, Azərbaycanda da qutarır. Deməli, bu tranzit hesab oluna bilməz. 5. Abşeron Qobustan çayları quruyan çaylardır. Doğrudur. Abşeron Qobustan çayları quruyan çaylardır. Dağ çaylarının, ümumiyyətlə bu çaylar özü yayda quruyurlar. Dağ çaylarının, Talış dağlarının çaylarının düşməsi Araz çayının sol qollarının düşməsindən çoxdur deyir. Deməli, Talış dağlarının çaylarının düşməsi Araz çayının sol qollarının düşməsindən çoxdur. Doğrudur. Yəni, Talış dağlarının sol qollarının düşməsi dərkən, məsəl üçün, sol qollarına Naxçıvan çaylarında misal göstərə bilərik. Naxçıvan çaylarında da düşmə çoxdur, yəni buradan. Ona görə bu yanlışdır. Yəni, hamısını deyə bilmərik ki, Talış dağlarının. Yəni, bu cavab ümumiyyətlə yanlışdır. Çünki Naxçıvan çaylarının düşməsi heç də az deyil. Ona görə yanlış hesab eləyək 6-cı sualı. 6-cı variantı. Doğru cavabımız oldu 1, 2, 3. Cavab D bəndi. Uyğunluq gözlənilmişdir. Su anbarları inzibati rayonlar. Arpaçay Şahbuzda deyil, Şərurdadır. Varvara
Samux rayonunda deyil, Kür çayının üzərindədir, amma Yevlax rayonundadır. Viləşçay Lənkəranda deyil, Masallı rayonundadır. Yenikənd Şəmkirdədir, doğru, Şəmkir Samux sərhəddindədir. Sərsəng Laçında deyil, Ağdərə rayonundadır, indiki Ağdərə rayonunda. Yəni doğru cavabımız burada oldu, D variantı. Afrika materikində yerləşən çay və göllər üçün səciyyəvi əlamətləri müəyyən eləyin. 1. Həm estuari, həm də deltaya malik çaylar mövcuddur. Bəli, Kongo çayı estuaridir, yerdə qalan çayları deltadır, bu doğrudur. Qida mənbələri arasında qar və buzlaq suları iştirak edir. Afrikada, yəni qar və buzlaq suları iştirak edən çaylar yox dərəcəsindədir. Viktoriya gölündən başlayan çay Hind okeanına tökülür. Viktoriya gölündən başlayan Nil çayıdır. Nil çayı da Aralıq dənizinə, Aralıq dənizi Atlantik okeana məxsusdur. Ona görə 3 də yanlışdır. Kariba su anbarının yerləşdiyi çayın mənsəbi Mozambikdə yerləşir. Kariba çayı Zambezi, yəni Kariba su anbarı Zambezi çayı üzərindədir. Zambezi də deməli Mozambikdə tökülür, Mozambik boğazına. Ona görə bu da doğru hesab olunur. 4 doğru. Deməli 1 doğru, 4 doğru. Aralıq dəniz iqlim tipi hakim olan ərazilərdə çaylar qış aylarında bol sulu olur. 5 də doğru. Cavab A bəndidir. 1, 4, 5. 6-da deyir, Nasir su anbarının üzərində yerləşdiyi çay cənub istiqamətinə axır. Nil çayıdır. Nasir Asuan su anbarının ikinci adıdır. Nil çayı da üzü şimal istiqamətə axır. Ona görə 6 da yanlışdır. 11-ci suala baxaq. Çayların qolları haqqında doğru ifadələri müəyyən edin. Nil çayının Mavi Nil qolunun mənbəyi Tana göldür. Bəli, doğrudur. Nilin özü 2 qolu var. Ağ Nil, Mavi Nil. Ağ Nil başlayır deməli Albert gölündən, Mavi Nil başlayır Tana gölündən. Ona görə 1 doğru hesab olunur. Volqa çayının Kama qolu Ural dağlarının şərq yamacından başlayır. Şərq yamacından olmaz, qərb yamacından olar. 2 yanlışdır. 2 yanlışdır, 1 doğrudur. Mississippi çayının Ohio qolu Appalaç dağlarından başlayır, doğru. San Francisco çayı Amazon çayının sağ qoludur. Xeyr, San Francisco ayrıca sərbəst çaydır, yəni Amazonun qolu deyil. Kongo çayının bütün qolları ekvatorial iqlim qurşağında yerləşir, yanlışdır, bütün qollar ola bilməz. Ankara çayı Baykal gölündən başlayaraq Yeniseyyə tökülür, doğrudur. Doğru cavabımız 1, 3, 6'dır, cavab Y bəndi. Bu arada Ankara çayı Baykal gölündən başlayır. Baykal gölünün axarlı eləyən dilə Ankara çayıdır. Tökülür hara? Yeniseyyə. Eroziya bazisi eyni dəniz olan çayları müəyyən edin. Deməli, Don çayı tökülür Azova. Burada Azova tökülən ikinci bir çay yoxdur. Ona görə biri sildik. Oder və yaxud da Odra tökülür Baltik dənizinə. Neva tökülür Baltik dənizinə. Visla tökülür Baltik dənizinə. Deməli 2, 3, 4 doğru cavabımızdır. Oka çayı tökülür Volqaya, çünki Volqanın qoludur. Po çayı da Adriatik dənizinə tökülür. Deməli 2, 3, 4 tökülür hara? Baltik dənizinə. 13-cü suala baxaq. Sakit Atlantik, Hind, Şimal buzlu okeanlarına aid olan coğrafi obyektlərin müvafiq ardıcıllığını müəyyən edin deyir. Sakit okean, Alyaska körfəzi. Bəli, sakit okeana məxsusdur, doğrudur. Liguriya dənizi Atlantik okeana məxsusdur. Sokotra adası Yəmənə məxsus olan bir adadır. Hind okeanında yerləşir. Viktoriya adası, bu da Kanada Arktika arxipelagında yerləşir. Şimal buzlu okeanına aiddir. A variantı doğrudur. Siam körfəzi. Bəli, Siam körfəzi Hind-Çin yarımadasının cənubunda yerləşir. Malakka ilə Hind-Çin yarımadası arasındadır. Sakit okeana məxsusdur, doğrudur. Fandi körfəzi. Fandi körfəzi də Atlantik okeana məxsusdur. Men Fandi körfəzləri bunlar, yəni Şimali Amerikanın şərq sahilində yerləşir. Andaman dənizi. Andaman dənizi Hind okeanına məxsusdur. Bengal körfəzinin içində. Və bir də Vrangel adası, bu da Şimal buzlu okeana məxsus. Uşaqlar, burada 2 dənə doğru cavabımız var. Yerdə qalanlar uyğun gəlməyəcək. Məsəl üçün Kuril adası düzdür, sakit okeana məxsusdur. Kuril Kamçatkanın cənubunda yerləşir. La Plata körfəzi Atlantik okeana məxsusdur. Hansı ki Parana çayı bura tökülürdü Cənubi Amerikanın cənub-şərqində. Arafur dənizi də Hind okeanına məxsusdur. Avstraliyanın şimalında yerləşir. Biskay körfəzi deyil. Biskay körfəzi də Avropanın qərbindədir. Bu deməli Atlantik okeana məxsusdur. Ona görə 13-cü sual
C variantı yanlış. D variantı Kalimantan adası Sakit Okeana məxsusdur. Baham adaları Atlantikdir. Sulawesi adası. Sulawesi də sakitdir. Onda bu da yəni şərtimizi pozdu. Pasxa adası sakitdir. Kanar adası Atlantikdir. Timor adası Hind okeanına məxsus adadır. Şimal dənizi isə Atlantikdir. Bu da yanlışdır. 2 dənə doğru cavabımız var burada. 14-cü suala baxaq. Xəritə sxemi əsasən doğru olmayan bəndləri müəyyən. Bir də mütləq şəkildə bu adaları hamısını xəritədə göstərin. Məsəl üçün açaq burada. Məsəl üçün baxın, Fandi körfəzi buradadır. Alyaska körfəzi buradadır. Biskay körfəzi buradadır. Liguriya dənizi buradadır. Daha sonra nəyi dedik? Adriatik dənizi bax buradadır. Siam körfəzi buradadır. Timor adası buradadır. Arafur dənizi buradadır. Andaman dənizi buradadır. Baham adaları buradadır. Yəni mütləq şəkildə onların yerini xəritədə açın. Özünüz də axtarın. Xəritə ilə öyrənin ki, suallar ömürlük sizin yadınızda qalsın, yadınızdan çıxmasın. Növbəti sualımız neçənci sual idi? 14-cü sual. Xəritə sxemi əsasən doğru olmayan bəndləri müəyyən elə deyir. 1, 3, 4 mülayim işıqlanma qurşağında yerləşir. 1 doğrudur. Yəni 40 dərəcəli enlikdir. Rona çayı mülayim işıqlanmadır, doğrudur. 3 doğrudur. Deməli Elba çayı doğrudur. Və 4 bu da həmçinin doğrudur. Visla çayıdır. Bu da doğrudur. Yəni 1, 3, 4 mülayim işıqlanma qurşağında yerləşir. 1 doğru. Mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir. 1, 3, 5. 1 heç vaxt mülayim dəniz iqlim tipi ola bilməz. Aralıq dənizidir. Bu da yanlışdır. 3, 4, 6 yerləşdikləri ərazi cavan platformadır. 3, 4 və 6. Cavan platforma hesab olunmur. Çünki cavan platforma bizə demişik Turan ovalığıdır. Xəzəryanı ovalıqdır. Xəzərin şimalında Xəzəryanı ovalıqdır. Qərbi Sibir ovalıqdır. Cavan platformalar bunlardır. Yəni ona görə bu da yanlış hesab olunur. Aha. Deməli 3, 4, 6. Əslində bir dəqiqə 3, 4. Almaniya Polşa ovalığı cavandır, doğrudur. 6. Xəzəryanı ovalıqdır, doğrudur. Əslində 3 də doğrudur. 3 də doğrudur. 4-ə baxaq. 1, 5, 6 tranzit çaylardır. 1, 5, 6. Volqa çayı yalnız Rusiyanın ərazisinə axdığına görə tranzit hesab olunmur. Yanlışdır. 2, 4, 6 Eyni okean hövzəsinə aiddir. 2, 4, 6. 6-cı. Bəli. 4, 2. Eyni okean hövzəsinə aiddir. Bizə lazım doğru olmayanlar burada. Doğru olmayanlar deyirsə 2, 4. Eyni okean hövzəsinə aiddir. Bu doğrudur. 3, 4, 6. Daxili dənizə tökülür. 3. Dəqiqə silək ki, baxaq. 4, 6. Deməli 3, 4, 6 daxili dənizə tökülür. Deməli Elba çayı şimal dənizinə tökülür. Şimal dənizi kənar dənizdir, daxili dəniz deyil. Ona görə bu da yanlışdır. Cavabımız 2, 4, 6. 2, 4, 6. 2, 4, 6 cavablarda yoxdur. Təzədən bir də yoxlayaq. Görək yanlışımız nədədir? Deməli 1-ə baxırıq təzədən. 1, 3, 4 mülayim işıqlanma qurşağında yerləşir. Bəli, bu doğrudur. 1, 3, 4 mülayim işıqlanma qurşağında yerləşir. Bu doğrudur. Cavabdan birləri çıxırıq. Bizə lazımdır doğru olmayan, yanlışlar. Aha. Qaldı D variantı, bir də A variantı. 1, 3, 5 mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir. 1, 3 görmürəm.
Mülayim dəniz 1 ola bilməz. Aralıq dəniz iqlimdir. 2 ona görə mütləq götürülməlidir. Mütləq götürülməlidirsə 2 yanlışdır deyə götürürük deyə. Avtomatik cavab D variantı qalır. 3-ə baxırıq. 3, 4, 6. 3, 4, 6. Cavan platformadan axır deyir. Yəni bunu düzgün hesab eləmirik. Əslində Almaniya, Polşa ovalığı da cavandır. Şimal Xəzəryanı ovalığı da cavandır. Amma burada cavan platforma deyəndə yalnız və yalnız qədim test olduğuna görə Turan ovalığını və Qərbi Sibir ovalığını nəzərdə tutub. Ona görə 3-ü də götürüb. Bir də 6 daxili dənizə tökülür. 3, 4, 6. Çünki dedik şimal dənizi daxili deyil. Cavab burada oldu D variantı. Növbəti sual 15-ci sual. Ardıcıllığın pozulduğu sıraları müəyyən edin. Baxaq. Qarda gölü İtaliyada yerləşir. Doğrudur. Vulkanik deyil. Tektonik buzlaq mənşəlidir. Deməli 1 pozulduğu deyirsə yanlışları seçirik. 1-i seçirik. Sayma gölü İsveçdə yox, Finlandiyada yerləşir. 2-ni də seçirik. Yanlışdır. Tanganika gölü Tanzaniyada, bəli bir səs Tanzaniya düşür. Tektonik mənşəlidir. Doğrudur. İsiskil gölü Tacikistanda yox, Qırğızistanda yerləşir. Tacikistanda yerləşən Sarez gölüdür. Winnipeg gölü ABŞ-da yox, Kanadada yerləşir. Bunu da seçirik. 1, 2, 4, 5 doğru cavabımızdır. Yanlışlarımızdır. Yerdə qalanlar doğrudur. Maral gölü Uskumbənd Azərbaycanda Balxaş tektonikdir. Hətta tektonik qrabendir. Doğrudur. Labnor da Çindədir. Doğru cavabımız B variantı. 16-ya baxaq. Doğru olmayan ifadələri müəyyən edin. Beton örtüksüz fəaliyyət göstərən suvarma kanalları quru iqlim şəraitində şoranlaşmanın yaranmasına səbəb olur. Doğrudur. Quruntu suları, əraziləri səviyyəsini, quruntu suyunun səviyyəsini qaldırır. Bu torpaq örtüyündən axan çaylar, hansı ki bu quruntu suyun səviyyəsi qalxanda da duzlu quruntu suyu olduğuna görə şoranlaşmaya səbəb olur. Bir doğru olduğuna görə götürmürük. Bizə lazımdır yanlışlar. Bataqlıqlar quru sahəsinin 2-4%-ni təşkil edir. Bu isə 30 yazıb yanlışdır. Skandinaviya dağlarından qar xəttinin mütləq hündürlüyü Alp dağlarındakından daha çoxdur. Daha aşağı olmalıdır, daha az olmalıdır. Çünki Skandinaviya şimal əraziyə daha yaxındır, daha soyuq ərazidir. Qar xətti burada daha aşağıdan keçəcək. Vasyugan bataqlığı Orta Sibir yaylasında yerləşir. Yaylada bataqlıq ola bilməz. Çünki bataqlığın olması üçün bizə durğun su, hamar relyef lazımdır. Bu da Qərbi Sibir ovalığındadır. Vasyugan bataqlığı ovalıqdadır, Qərbi Sibir ovalığında. Pamir və Tianşan dağlarında buzlaqlara rast gəlinir deyir. Bəli, doğrudur. Hündür dağlar olduğuna görə rast gəlinəcək. Böyük səhrada zəngin arteziyan suları var. Bu da doğrudur. Yanlış cavabımız 2, 3, 4. 17-ci sual. Xəritə sxemə əsasən coğrafi obyektlərin adlarının düzgün verildiyi bəndi müəyyən edin. Deməli, 1 olacaq Riga körfəzi. 2 olacaq Fin körfəzi. 3 Botnik körfəzi, 4 Ağdəniz, 5 Skagerrak boğazı, 6 Kola yarımadası, 7 Jutlandiya yarımadası, 8 Ladoqa gölü. İndi bunların olduğu cavabların hamısını seçəcəyik. Deməli 1 Riga, Fin, Botnik. Riga, Fin, Botniklə görək nə gəlir? Elə cavab A variantıdır. 18-ci sual. Titicaca və Tanganika gölləri üçün oxşar əlamətləri müəyyən edin. Litosfer tavalarının konvergent sərhədində yerləşir. Titicaca subduksiyada yerləşir, bəli, Ant dağlarındadır. Tanganika Afrikanın şərqindədir, bu aralanmada yerləşir, qrabində yerləşir. Ona görə 2, 1 yanlışdır. Yerləşdiyi materikdə Aralıq dəniz iqlim tipinə rast gəlinir. Həm Afrikada, həm də Cənubi Amerikada Aralıq dəniz iqlimi var. Ümumiyyətlə, Antarktidadan başqa bütün qitələrdə Aralıq dəniz iqlimi var. Cənubi Amerikada Aralıq dənizi Çilinin Santiago paytaxtındadır. 2 doğrudur. Qrabində yerləşir. Titicaca qrabində deyil, tektonik mənşəlidir. 2 və daha artıq ölkə ərazisində yerləşir. Bəli, bunu doğru hesab edə bilərik. Titicaca Boliviya, Peru sərhədindədir. Tanganikada bir çox ərazinin, yəni bir çox ölkənin Tanzaniyadır, Kenyadır, bir çox ölkənin ərazisində yerləşir. Zambiyadır və s. və ilə axır. Deməli,
Davam edirik. Çuxurları ekzogen qüvvələrin təsiri ilə yaranmışdır. Xeyr, Tanganika qrabendə yerləşir. Endogen qüvvənin təsiri nəticəsində yaranıb. 5 də yanlışdır. Tropik işıqlanma qurşağında yerləşir. 6 doğrudur. Hər ikisi tropik işıqlanma qurşağında yerləşir. İndi gəlin Tanganikanın Titicacaya baxaq. Titicaca Boliviyada yerləşir. Burada görürsünüz 23.5'lər arasındadır. Tanganikada bu ərazidə yerləşir. Ona görə Tanganikada 23.5'lər arasında olduğuna görə ikisi də tropik işıqlanma qurşağına düşür. Dünyanın ən hündürdə yerləşən gölü, dağ gölü Titicaca gölüdür. Bu da Boliviya Peru sərhəddində yerləşir yəni. Cavab 18-ci sualda C variantı idi. İndi 19'a baxaq. Doğru ifadələri müəyyən edin. Qara, Baltik, Azov dənizləri qış aylarında donmaya məruz qalır. Ola bilər. Niyə ola bilər? Çünki duzluluqları az olduğuna görə qış aylarında dona bilərlər. Bir doğru. 2. Amudərya, Sırdərya çayları qış aylarında bol sulu olur. Xeyr, buzlaqla qidalandığına görə yay aylarında bol sulu olur. Aral gölünə tökülürlər. Parana çayı və bəzi qolları ağac axıdılmasına istifadə olunur. Bəli, ağac axıdılmasına istifadə olunan bir Sibirin çaylarıdır, bir də Parana çayıdır. Bu doğrudur. Müqəddəs Lavrenti və Zambezi çayları keçid iqlim qurşağında yerləşir. Bu qalsın. Məsələn, Müqəddəs Lavrenti mülayim iqlim qurşağındadır. Keçid deyə bilmərik buna. Volga, Don, Peçora və Saluin çayları qış aylarında donmaya məruz qalır. Saluin çayı qış aylarında dona bilməz, çünki isti ərazidən axır. Sayma və Venerin gölləri Michigan gölü ilə eyni iqlim qurşağında yerləşir. Deməli, bu doğrudur. Sayma gölü Finlandiyanın ərazisində, Venerin İsveçin ərazisində, Michigan gölü də Amerikanın ərazisindədir və eyni iqlim qurşağında yerləşirlər. Üçü də mülayim iqlim qurşağında yerləşirlər. Bu da doğru. 1, 3, 6 doğru cavabımızdır. Cavab D bəndidir. A çayının orta meyilliliyi 2,5 metr/kilometr kilometr. Uzunluq 680 kilometrdir. A çayının mənbəsi atmosfer təzyiqi 440 mm olduğu halda mənsəbinin mütləq hündürlüyü müəyyən edin. Meyilliliyin düsturunu qoyuruq yerinə. Meyillilik bərabərdir düşmə bölünsün uzunluq. Bizə burada nə verib? Meyilliliyi verib 2,5. Meyilliliyin 2,5 olduğunu verib. Sonra nəyi verib? Uzunluğun 680 olduğunu verib. Düşməni tapacağıq burada. Deməli, düşmə buradan bərabər olacaq. Uzunluq vurulsun meyilliliyə. Yəni 680 vurulsun 2,5'ə. O da bərabər olacaq 1700'ə. Deməli, düşmə bərabər oldu 1700'ə. Tapdıq. Yəni, düşməmiz mənbə çıxılsın mənsəb deməkdir. Düşməmizi tapdıq 1700 kilometr. Даже 1700 metr. Düşməmiz də mənbədən mənsəbi çıxanda 1700 eləyir. Yəni, çayın bu mənbəsidir, başlanğıcıdır. Bu da mənsəbidir. Mənbədə atmosfer təzyiqi 440'dır. Aradakı fərq 1700 metrdir. İndi 1700 metr təzyiq metrin 1/10'idir. Arada 170 mm cüvə sütunu fərq var. Əgər mənbə 440'dırsa üstünə 170 gələcəm. Çünki aşağıya doğru təzyiq çoxalacaq. 440'ın üstünə 170 gələndə eləyəcək 610 mm cüvə sütunu. İndi çayın mənsəbində atmosfer təzyiqi 610 mm cüvə sütunudur. Normal atmosfer təzyiqi 0 metrdə 760 mm cüvə sütunudur. İndi baxın, 610 ilə 760 arasında neçə metr fərq var? 760'dan 610 çıxanda 150 eləyir. 150'ni də 10'a vuranda 1500 eləyir. Yəni təzyiq metrin 1/10'idir. Cavab olur A variantı. Təkrar videoya baxın. Məsələni başa düşməmisinizsə mütləq şəkildə başa düşəcəksiniz. Rahat məsələdir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Nil çayı deyir, Nil çayı səviyyəsi tənzimlənib, bəli, üzərində Nasir Assuan su anbarı var. Doğrudur. Həm mənbəyində, həm mənsəbində günəş zenitdə olur. Yanlışdır. Bizə lazımdır doğru olsun. Burada isə yanlış, yəni yanlış olsun. Yanlış fikirdə yanlış olsun. Ona görə bir doğrudur hesab olunur. İndi 2'yə baxırıq. Volqa çayı yerləşdiyi ölkənin sahillərinin 3 okean suları yuyur. Bəli, doğrudur. Həm
şimal buzlu, həm sakit, həm də Atlantik okeanı. Kaliningrad vilayətinə görə Atlantik okeanında yuyur sahillərini. Ona görə həm də Qara dənizin sahilində yerləşir. Ona görə Üç okean sahillərini yuyur. Bu ifadə doğrudur. Yanlışda isə deyir, mənbəyi Mississippi çayının mənsəbi ilə eyni iqlim qurşağında yerləşmir. Doğru deyir də, yerləşmir. Mississippinin mənsəbi düşür subtropikin mussonuna. Yəni subtropik iqlimə. Bunun mənbəyi, volqanın mənbəyi düşür mülayimin kontinentalına, yerləşmir. Əslində bu da doğrudur, bu da doğrudur. Bizə lazımdır plus, minus, bunu kimi. Deməli, Murray çayı toplayıcı hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Xeyr, 1 işıqlanma qurşağındadır. İndi bu çayların hamısını göstərəcəm. Yanlışdır. 4-də deyir, düşməsi, Mekong çayının düşməsi Volqa çayının düşməsindən daha kiçikdir. Çünki dağ çayıdır, daha böyükdür. Bu da yanlışdır. 5-də isə deyir, Kolumbiya çayı Yukon çayı ilə eyni okean hövzəsinə aiddir. Yukon çayı tökülür Bering dənizinə, Kolumbiyada tökülür Sakit okeana. Hər ikisi Sakit okeana məxsusdur, doğrudur. Dib eroziyasının təsiri nəticəsində yaranan relyef formalarına rast gəlinmir, gəlinir. Yəni doğru yanlış olduğuna görə bunu da götürür. Çünki dağ çayı dib eroziyası yaradacaq da, kanyonvari dərələr yaradacaq. Lena çayı şimal buzlu okean hövzəsinə aiddir, doğrudur. Mənsəbi Amur çayının mənsəbi ilə eyni okeanda yerləşir. Deməli bu yanlışdır. Amur çayı Sakit okeana tökülür, Lena da tökülür şimal buzlu okeana, Laptevlər dənizinə. 1, 5, 6 doğrudur. Doğru cavabımız B variantıdır. İndi biz iqlim olaraq Mississippinin bir dənə mənsəbinə baxaq. Mississippinin mənsəbinə baxaq. Baxın, Mississippi çayının mənsəbi. Bu Mississippi çayıdır. Bu tökülür bura. Bu ərazi töküldüyü yer 4C musson. Mussondan əslində biraz qarışıq verilib. Həm mussona düşüb, həm də 3B tropik dənizə düşüb. Əslində dərsliyimiz verir ki, bu tropik dənizə düşür. Amma xarici saytlardan baxanda iqlim qurşaqlarına orada musson rejimi götürülür. Subtropikin mussonu götürülür. Mənə də qalsa tropikin dənizinə düşər yəqin ki. Belə, yəni bizim dərsliyə əsasən tropikin dənizinə düşür. Bir də nəyi göstərəcəydik burada? Yenə Lena çayını göstərək. Lena çayının mənsəbi göründüyü kimi Laptevlər dənizidir. Yəni şimal buzlu okeana məxsusdur. Amur çayı Tatar boğazına tökülür ki, bu da Sakit okeana məxsusdur. Kolumbiya çayı Sakit okeana tökülür ki, bu da dağ çayıdır. Yukon çayı Bering dənizinə tökülür, bu da Sakit okeana məxsusdur. Yəni yerlərinə mütləq şəkildə yaxınlaşdırıb xəritədə baxın. Xəritə üzərində işləmirsinizsə coğrafiyanı bilməyəcəksiniz. Növbəti sualımız deməli neçədə qalmışdıq? 20 yekunlaşdı, 21 yekunlaşdı, 22. Uyğunluğu müəyyən edin. Eroziya basisi okean səviyyəsindən yüksək olan çaylar. Eroziya basisi okean səviyyəsindən yüksək olan çaylar dedik. İli çayıdır, Şari çayıdır, Amudərya, Sırdərya çaylarıdır. Yəni bunları seçirik. İndi baxaq görək nə var burada. Sırdərya çayı var. B getdi bura. Eroziya basisi okean səviyyəsindən aşağıda olan çaylar Kür və Samur çayı. Yəni Xəzərə tökülən çaylar Kür və Samur çayı. Okean səviyyəsində yerləşənlər isə A ilə C-dir, Orinoco ilə Reindir. Bizə isə lazımdır yuxarıda və aşağıda yerləşənlər. Deməli, D getdi, Sırdərya getdi 1-ə, B-yə getdi 2-yə. D, B-yə. Cavab oldu 22-ci sualda. D bəndi. 23-ə baxaq. Amazon çayı üçün doğru olmayan ifadələri müəyyən edin. Uzunluğu Ucayali və Marañón çaylarının bir-birinə qovuşduğu ərazidən hesablanır. Bəli, qovuşduğu ərazidən hesablanır. Doğrudur. Bu doğrudur, amma bizə doğru olmayan lazımdır. Yanlış lazımdır. Səviyyəsi il boyu kəskin dəyişmir. Bəli, doğrudur, dəyişmir. İl boyu çünki ekvatorial iqlimdə yağış yağır. Səviyyəsi il boyu kəskin dəyişmir. Yalnız bir ölkənin ərazisindən axır, yanlışdır. Dedik, Perunun ərazisindən başlayır. Braziliyanın ərazisindən tökülür okeana.
Axdığı ərazidə kimyəvi aşınma süni təşkil edir. Bəli, kimyəvi aşınma rütubətli ərazilərdə idi, ekvatorial ərazilərdə idi. Bu doğrudur. Yerləşdiyi materikdə mülayim musson iqlim tipinə rast gəlinir. Yanlışdır. Mülayim musson yalnız Asiyanın şərqində və Sakit okeanda rast gəlinir. Qəti başqa heç bir yerdə yoxdur. Yəni bir okeanda var, bir dənə də qitədə var və salam. Başqa heç bir yerdə yoxdur. Mənsəbinin yerləşdiyi sahillərdən soyuq okean cəryanı keçir. Xeyr, Braziliya ətrafından isti okean cəryanı keçir. İsti Braziliya cəryanı. 3, 5, 6 yanlışdır. 24. Doğru ifadələri müəyyən edindir. Quraq iqlim şəraitinə malik olan ərazidən axan çayların sel təhlükəsi mövcud deyil. Bəs Abşeron Qobustanda niyə sel təhlükəsi var? Təhlükəsi var deyəndə fakt sel var. Palçıqlı sellər yaradır. Ona görə bir yanlışdır. 2-yə baxaq. Victoria və Ontario göllərindən başlayan çaylar eyni okeana tökülür. Doğrudur. Victoria'dan Nil başlayır. Nil Atlantik okeana məxsusdur. Ontario'dan da başlayır. Deməli, Müqəddəs Lavrenti, bu da Atlantik okeana tökülür. Ona görə 2 doğrudur. 3. Dünya okeanında formalaşan dalğalar həm endogen, həm də eksogen qüvvələrin təsiri nəticəsində yaranır. Bəli, endogen qüvvənin təsiri nəticəsində yarananda tsunami baş verir. Tsunami dalğaları, eksogen qüvvələrin təsiri nəticəsində külək dalğaları suyu hərəkətə gətirir. Olur dalğa. 2-3 doğru. Aralıq dənizinin orta duzluğu Oxot dənizinin orta duzluğundan daha azdır. Yanlışdır. Aralıq dənizinin orta duzluğu daha çoxdur. Ümumiyyətcə şimala doğru getdikcə belə deyək də, tropikdən şimala doğru keçən duzluluq azalır. Aralıq dənizinin orta... dedik yanlışdır. 5. Şərqi Avropanın çaylarının dərələri genişdir. Bəli, məsəl üçün Volqa çayı kimi gəmiçilik üçün yararlıdır. Özə bol suludur, dərələri genişdir və gəmiçilik üçün yararlıdır. Əlbəttə ki, düzənlik çayları və bol sulu çaylar gəmiçilik üçün daha yararlı olacaq. Dağ çaylarında gəmiçilik üçün istifadə etmək mümkün deyil. 2, 3, 5 doğru cavabımızdır. 6-da deyir, Elton Basqıncaq gölləri müxtəlif materikdə yerləşir. Xeyr, Xəzərin şimalındadır, duzlu göllərdir, Rusiya məxsus göllərdir. Eyni materikdədir. 2, 3, 5 doğru cavabımızdır 24-də. 25. Eyni iqlim qurşağında yerləşən adaları müəyyən edin. Aleut adası, Kuril adası, bir də Newfoundland adası mülayim dəniz iqlimində yerləşir. Shikoku subtropik mussondur. İslandiya subarktik iqlimdir. Devon isə deməli arktik iqlimdir. İndi bunların yerlərini göstərəcəyik. Doğru cavabımız 1, 2, 6-dır. İqlimlərə baxaq. Deməli, Aleut Kuril adaları. Baxırıq. 5C mülayim dənizdir. Aleut adası, bu hissədə isə Kuril adası var. Daha sonrası Newfoundland. Bu da Newfoundland 5C. Yəni aralıq mülayim dəniz iqlimi. Sonra burada İslandiya adası var. Subarktik iqlimdə yerləşir. Daha sonra hansı adaydı, başqa nə vermişlərsə yadımdan çıxıb. 1, 2, 6 doğru cavabımız idi 25-ci sualda. Orta duzluluq göstərisinə malik olan 9 ton okean suyunu buxarlandıraraq əldə olunan duzu qırmızı dəniz neçə ton suyundan əldə etmək mümkündür. Deməli, orta duzluqda 1 ton suda 35 kiloqram duz var. Bəs 9 ton suda nə qədər olacaq? 9 ton suda 315 kiloqram duz olacaq. İndi baxın. 315 kiloqram duz cavabımızı tapdıq. İndi bunu silək. Məsələmizin ardını davam edək. İndi deyir ki, qırmızı dənizin əldə olunan duzu, yəni 315 kiloqram duz, qırmızı dənizin neçə ton suyu ilə əldə etmək mümkündür? Qırmızı dənizdən 1 tondan 42 kiloqram duz əldə olunur. Bəs 315 kiloqram neçə tondan əldə olunur? X-dan. X da buradan bərabər olur. 315-i 42-yə böləndə eləyəcək neçə? 7,5. Cavabımız olur 26-cı sualda 7,5. Deməli, qırmızı dənizin 7,5 ton suyundan 315 kiloqram duz əldə edirlər. 27-ci suala baxaq. Amur çayı, bir də Amudərya çayı. Amur çayı, bir də Amudərya çayı. Amur çayı qidalanmasına qar və buzlaq suları üstünlük təşkil eləyir. Deməli, bu gedəcək, qar və buzlaq suları üstünlük təşkil eləyir, gedəcək Amudərya. Çünki Amudərya buzlaqla qidalanır. Amur çayı isə qar və yağış suları olmalıydı. Çünki qarışıq qidadır. B. Suvarmada çox geniş istifadə edilmir. Bu Amur çayı olacaq.
Çünki buzlaq ərazidən axır, yəni soyuq ərazidən axır. Ona görə bataqlıq ərazidən axır. Tayqa tundrada da suvarılmadan istifadə olunmur. Mənsəbi subtropik iqlim qurşağında yerləşir. Heç birisinin mənsəbi subtropikdə deyil. Həm Amurun, həm Amudəryanın mənsəbi mülayim iqlim qurşağındadır. Mənsəbi orta qırışıqlıq vilayətində yerləşir. Bu Amur çayı olacaq. Çünki Amur çayının mənsəbi Sxotalin dağları ətrafındadır. Bizə bilirik ki, Çersk, Verxoyansk, Sxotalin, Tibet, Kunlun, Qayalı dağlar bunlar deməli orta qırışıqlıq Mezo-Kimmer qırışıqlığındadır. Sonra stoplayıcı hövzəsində düz radiasiyanın kəmiyyəti böyükdür. Düz radiasiyanın kəmiyyəti Amudaryada, yəni Turan ovalığında, səhrada, Qaraqum, Qızılqum səhrasından keçdiyinə görə bu ərazilərdə düz radiasiya ümumiyyətlə səhralarda çox olur. B, D, A, Y doğru cavabımızdır. 1, B, D, 2, A, Y. İndi baxaq situasiyamıza. Deyir, A dənizində günəş zenitdə olmur. Eyni zamanda yerləşdiyi ərazidə gecə-gündüzün adi növbələşməsi pozulmur. Günəş zenitdə olmursa, tropik işıqlanma qurşağında yerləşmir. Deməli, gecə-gündüzün adi növbələşməsi pozulmursa, qütb işıqlanma qurşağında da yerləşmir. Deməli, söhbət mülayim işıqlanma qurşağında yerləşən bir dənizdən gedir. Bu dəniz 2 yarımkürədə yerləşir. Deməli, nə ekvatorun üzərində deyil, nə də Qrinviçin üzərində deyil. 2 yarımkürədə yerləşir və qərbində yerləşən dənizlə həm boğaz, həm kanal vasitəsilə əlaqəsi mövcuddur. Bu dənizin yerləşdiyi ərazi qədim platformadır. Söhbət burada Baltik dənizindən gedəcək. Baltik dənizinin qərbində də Şimal dənizi var ki, Şimal dənizindən də kanal və boğaz vasitəsindən Skagera, Katteqaq, Böyük Bel, Kiçik Bel, Zund, Erosun boğazları ilə Şimal dənizinə birləşib Baltik dənizi. İndi deyir, A dənizini və bu dənizə tökülən çayları müəyyən edib yazın. A dənizi Baltik dənizidir, bu dənizə tökülən çaylar da Odra, Visla, Neva çaylarıdır. 29-da deyir, A dənizinin ölkəmizə nəzərən istiqaməti Baltik ölkəmizə nəzərən şimal-qərb istiqamətindədir və bu dəniz ən az təhriflə hansı proyeksiyada tərtib olunacaq? Konus proyeksiyada. Çünki dedik, qütb ətrafı və mülayim iqlim qurşaqları 47-62 dərəcəli enliklər konus proyeksiyada tərtib olunur. 29-un cavabını dedik. İndi 30-a baxaq. A dənizinə aid olan körfəzlər və bu dənizlə eyni okean hövzəsinə aid olan daxili dənizləri müəyyən edib cədvəlinizə yazın. A dənizinin içərisində, yəni Baltik dənizinin içərisində Botnik körfəzi, Fin körfəzi, Neva körfəzi var və bu dənizlə eyni okean hövzəsinə aid olan daxili dənizləri müəyyən edib yazın. Yəni Atlantik okeana məxsus daxili dənizlər hansı dənizlərdir? Qara dəniz, Azov dənizi, Liguriya dənizi, Tiren dənizi, İoni dənizi, Adriatik dənizi, Aralıq dənizi. Yəni bu dənizləri deyir yazın. İndi bir dənə də xəritədə həmin o Baltik dənizimizə baxaq. Baxın, söhbət Baltik dənizindən gedir. Baltik dənizi mülayim işıqlanma qurşağında yerləşir. Kanal vasitəsilə və boğazlar vasitəsilə Şimal dənizinə birləşir. Şimal dənizi ondan daha qərbdə yerləşir. Baltik dənizinin içərisində yaxınlaşdırsaq görərik ki, bir çox körfəzlər var. Hansı körfəzlərdir? Baxın, Botnik körfəzi ən şimalda, bax burada Botnik körfəzi, Fin körfəzi, bu da Riga körfəzi. 3 dənə körfəz var içərisində. Daxili dənizdir. Atlantik okeana məxsus olan başqa dənizlər Azov dənizi, yəni daxili dənizlər, Qara dəniz, burada Mərmərə dənizi, Egey dənizi, Aralıq dənizi, Adriatik dənizi, Tiren dənizi, Liguriya dənizi, İoni dənizi. Bax, bu dənizlər də ondan eyni daxili dənizlərdir ki, Atlantik okeana məxsusdur. Və hidrosfer mövzusunun sonu. Diqqətinizə görə minnətdaram.